İlk öncə hər kəs salamlayıram. Çox şükür bu gün 57 kiloqram dərəcəsində Azərbaycan çempionu oldum. Yarışa çox yaxşı hazırlaşmışdım. Həm fiziki, həm psixoloji. Mənə dəstək olan anama, atama, müəllimimə Elvin Aslanov özlərinin dərin təşəkkürlərimi bildirirəm. Yarış çox yaxşı keçdi. Hər şey yüksək səviyyədə idi. Bizə bu şəraiti yaradan federasiyamıza çox təşəkkürlərimi bildirirəm. Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Baxmayaraq ki, bundan bir ay əvvəlki böyüklər arası Azərbaycan çempionatında zədələndiyimə görə güləşənməmişdik. Həmin zədəni bərpa eləyib bu yarışa maksimum hazırlaşdım. Şükürlər olsun Allaha çempion oldum. Yarış çox yaxşı idi. Dəstəkləyən hamıya çox təşəkkür edirəm. Çox gözəl ab-hava var idi. Buradan şəxsi məşqçim Faiq Xəlilova, valideynlərimə, xüsusilə əmlərimə çox təşəkkür edirəm. Onlar mən bu yolda davam eləməm üçün çox şey eləyirlər. Yarış çox gözəl keçdi. Hər kəsə çox təşəkkür edirəm. Rəqiblərin hamısı çox yaxşı idi. Hamısını təbrik edirəm. Yarışa çox yaxşı hazırlaşmışdım. Üzərimdə əziyyət çəkən Əşrəf Əliyev, şəxsi məşqçimlə çox əziyyət çəkmişdik. İlk dəfə idi 74 kilo çəkisində iştirak edirdim. İnşallah ki, belə nəticəni Avropada, dünyada da göstərərlər.